Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Qədim Hindistan. Qədim Hindistan. Qədim Hindistan, ümumiyyətlə Hindistan Asiyanın cənubunda yerləşir. Asiyanın cənubunda ən böyük dövlət, ən böyük ölkədir. Hindistanın ərazisindən dünyanın ən hündür dağı sayılan Himalay dağı var. Hindistanın ərazisində. Deməli, Hindistan yarımadası adlanır bura. Əslində, Hindistan yarımadası, elə Hindistan dövləti də Hindistan yarımadasında yerləşir. Hindistanın ərazisindən, qərb hissəsindən Hind çayı axır, şərq hissəsində isə Qanq çayı axır. Yəni, ümumiyyətlə, çay ətrafı mədəniyyətlərin formalaşması fikir verirsiniz, silsilə ilə davam edir. Məsələn, Nil çayı Misirdə, Xuanxə yansızı Çində, Dəclə Fərat Mesopotamiyada, Hind çayı və Qanq çayı isə Hindistanda. Deməli, çay olan yerlərdə, su olan yerlərdə ilkin sivilizasiyalar yaranır. Bu, ümumilikdə, deməli, tarixdə bir oxşarlıq təşkil edir. Elə digər çaylar kimi də bu iki çayda, yəni Hind və Qanq çayları da daşqınlar var idi. Bu daşqınlar nəticəsində ətraf əraziləri su basırdı. Eramızdan əvvəl 3-cü minillikdə Hind vadisində, eramızdan əvvəl 3-cü minillik Hind vadisində, Hind çayı vadisində iki şəhər mədəniyyətindən biz danışırıq. Ümumiyyətlə, digərləri də olub, amma bizdə tarixdə, dərslikdə deməli, iki şəhərdən söhbət gedir. Bir, Mohenjo-daro, ikincisi Harappa şəhərləri. Bu iki sivilizasiya məskənləri, qədim Hind şəhərləri haqqında bəzi, deməli, testə düşə biləcək məlumatları sizə verim. Mohenjo-daro şəhərində, yəni şəhər dövləti də deyə bilərik buna, deməli, su kəmərləri var idi və kanalizasiya sistemi var idi. Yəni, dünyada ilk kanalizasiya sistemini elə Mohenjo-daroda hindlilər deməli, düzəltmişdilər. Keçirik Harappa şəhərinə. Harappa şəhəri, deməli, özünün yazısı olub bu əhalinin, Harappada yaşayanların, amma hələ indi də onun sirri açılmayıb, oxunmayıb. Deməli, 2-3 mərtəbəli evlər tikirdilər. Harada? Harappada. Harappada ambarlar var idi, emalatxanalar var idi. Əhali tunc və qızıl emal edirdi. Tunc və qızıl emal edirdi. Deməli, eramızdan əvvəl 2-ci minillikdə məlum olmayan səbəblərdən, yəni bu tarixə məlum deyil, şəhər əhalisi, hər iki şəhərin əhalisi, söhbət Mohenjo-daro və Harappadan gedir, bu yerləri tərk edir. Amma səbəbi məlum deyil. Ari tayfaları. Hindistan tarixini öyrənərkən Ari tayfalarının xüsusi yeri var. Ari tayfaları, deməli, Hindistandan şimal-qərbdə yaşayırdılar. Şimal-qərbdə yaşayırdılar. Köçəri həyat sürən tayfalar idi. Eramızdan əvvəl 2-ci minillikdə bunlar Hindistana köçürlər. Köçürlər deyər, gəlin, yəni bu əraziləri tuturlar, işğal edirlər, belə anlayaq. Deməli, bu köçəri Ari tayfalarının tayfa başçıları racələr adlandırırdı. Hindistanda indi də, məsələn, racə sözü eşitmiş olarsınız Hind dilindən, racələr tayfa başçıları idi. Racələr rəhbərliyi ilə bu arilər ki, gəlirlər Hindistana, yerli əhali ilə qarışırlar. Yerli əhali ilə bir-birindən assimilyasiya uğrayırlar. Keçirlər oturaq həyat tərzinə, yəni əkinçiliklə məşğul olurlar. Cəngəllikləri təmizləyirlər, əkin sahələrini genişləndirirlər. Sonra da, deməli, qonşuluq icmasında yaşamağa başlayırlar. Harada? Hindistanda. Kimlər? Arilər və hindlilər bir yerdə. Bunlara Hind arilər də deyilir. Hind arilər. Deməli, eramızdan əvvəl 11-ci əsrdə Hind arilər, yəni Hindistanda dəmir emal olundu. Eramızdan əvvəl 11-ci əsrdə. Burada qul da var idi. Hindistan da quldar dövləti idi. Yəni, gələcəkdə dövlət qurulacaq, quldar dövləti idi. Deməli, burada qulları yad, düşmən adlandırırdılar. Yad adlandırırdılar, düşmən adlandırırdılar. Yəni, insanlar öz sıralarına
daxil etmirdilər. Deməli, bu racələr sonradan bu Hindistanda başçılara çevrilməyə başladı, rəhbərlərə çevrilməyə başladı. Bu başçılar da sonradan padşahlara çevrilməyə başladı. Deməli, Hindistan ərazisində, o nəhəng Hindistan ərazisində nisbətən kiçik dövlətlər yarandı. Deməli, dövlətlər nə vaxt yarandı Hindistanda? Eramızdan əvvəl 1-ci minillikdə Hindistanda dövlətlər yarandı. Amma bu vahid dövlət deyildi. Necə ki, biz Çində vuruşan padşahlıqlar dövründən danışanda deyirik, vahid dövlət yox idi. Eyni zamanda da eramızdan əvvəl 1-ci minillikdə deməli, dövlətlər yaransa da vahid dövlət yox idi Hindistanda. Hindistan ərazisi Hind çayına qədərki olan hissəsi, yəni qərbi, Hindistanın qərbi, Hind çayına qədər olan ərazilər eramızdan əvvəl 6-cı əsrdə Əhəməni işğalına məruz qalır. Eramızdan əvvəl 6-cı əsrdə. Əhəməni imperiyasındakı Makedoniyalı İskəndər son qoyur. Eramızdan əvvəl 327-ci ildə, xatırlayırsınız Azərbaycan tarixindən, Makedoniyalı İskəndər Atropatinanı ələ keçirdikdən sonra, Atropatina deməyək Midiyanı, o əraziləri. 327-ci ildə Atropatı deməli satrap təyin edir 328-də, 327-ci ildə Hindistana yürüş edir. Həmin cümlə var, Hindistana yürüş edir. Bu elə eyni hadisədir ki, İskəndər eramızdan əvvəl 327-ci ildə Hindistana hücum edir və Hind çayına qədər olan, qərbdə Hind çayına qədər olan torpaqları işğal edir. Amma çox da davam elətdirə bilmir. O istəyirdi Hindistanı işğal eləsin. Sadəcə həm əsgərləri ordu yorulmuşdu, həm də artıq bu yürüşlərə qarşı etirazlar başlamışdı. Bu mümkün olmadı və oradan geri qayıtdı. Amma Hind çayına qədər olan ərazilər Makedoniya imperiyasının tərkibinə daxil edilmişdi. Biraz da Mauriya sülaləsindən danışaq. Mauriya sülaləsi. Deməli, Mauriya sülaləsi, necə ki biz Hindistanda deyirik, dövlətlər var idi, eramızdan əvvəl 1-ci minillikdə yaranmışdı. O dövlətlərdən də birinin başında Mauriya sülaləsi dururdu. Eramızdan əvvəl 317-180-ci illərdə, yəni eramızdan əvvəl 317-ci ildə bu Mauriya sülaləsi hakimiyyətə gəlir. Eramızdan əvvəl 180-ci ilə qədər davam edir bu. Bu zaman nə demişdik? Hind çayına qədər ərazilər Yunan Makedoniyalıların nəzarətində idi. Deməli, bu Mauriya sülaləsindən olan Chandragupta xüsusilə demək Yunan Makedoniyalılara qarşı üsyana rəhbərlik edir və çox ciddi fərqlənir. Deməli, Hind hövzəsi, həmin bu Hind çayı hövzəsi Makedoniya, Yunan Makedoniyalılardan azad olunur. Kim tərəfindən? Chandragupta, yəni Mauriya sülaləsi tərəfindən. Sonra Mauriya sülaləsində hakimiyyətə Ashoka gəlir. Ashoka Mauriya sülaləsinin ən qüdrətli hökmdarıdır. İndi görək bu Ashoka nə işlər görüb, belə deməli ən qüdrətli hökmdar kimi hesab olunur. Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında, Ashoka bütün Hindistanı vahid dövlətdə birləşdirir. Bütün Hindistanı. Burada bir deməli keçmişə qayıdaq. Çində Sin Şixuandi 3-cü əsrin eramızdan əvvəl 2-ci yarısında, daha doğrusu eramızdan əvvəl 221-ci ildə bütün Çini birləşdirdi. Sonra deməli Teoman Tanhu Hun dövlətini yaratdı. Nə vaxt? Eramızdan əvvəl 220-ci ildə, yəni 3-cü əsrin ikinci yarısında. Deməli, 3-cü əsrin eramızdan əvvəl ikinci yarısında həm Hindistanda, həm Çində, həm Hun imperiyasında, yəni Hun dövlətində vahid birləşdirilmiş, mərkəzləşmiş dövlət yaranır. Deməli, islahatlar keçirdi Ashoka. Bu islahatlar keçirdikdən sonra qanunlar ki verilir, bu qanunları əhaliyə çatdırmaq üçün ölkə ərazisində 33 kitabə deməli inşa etdirdi ki, bu kitabələrlə, bunların vasitəsilə qanunlar əhaliyə, bütün Hindistana yayılmış olsun. Lakin eramızdan əvvəl 180-ci ildə Mauriya sülaləsinə son qoyulur. Və yenə Hindistan ərazisi
deməli, kiçik dövlətlərə parçalanır. Bu, biz nə demişdik? Eramızdan əvvəl, deməli, bizim İranın 3-cü əsrin əvvəllərində necə ki, Xan sülaləsi Çində onların hakimiyyətinə son qoyulur, Çin də kiçik dövlətlərə parçalanır. Eləcə, eyni hadisə Hindistanda eramızdan əvvəl 180-ci ildə baş verir. Hindistan parçalandı. İndi biraz gəlin Hindistanın tarixini öyrənərkən kastalar quruluşuna diqqət edək. Hindistan tarixi, Hindistan mədəniyyəti, Hindistandakı ictimai, siyasi, sosial quruluş digər deməli qədim dövlətlərdən fərqlənirdi. Belə ki, burada kastalar var idi. Kasta nə idi? Hər kəs anadan oldu, irsi olaraq öz nəslinin, şəcərəsinin deməli aid olduğu kasta ilə davam eləyirdi. Nə idi bu kastalar? Hindistanda inanırdılar ki, bütün dünyanı yaradan Brahmadır. Brahma tanrıdır. Brahma bütün hər şeyi o yaradıb. Brahma bu tanrını təmsil eləyirdi. Onun adından danışırdı Brahman. Fikir verin, axırda N var. Brahman. Brahman kim idi? Kahin idi. Deməli, yaradıcı tanrı Brahma, kahin Brahman. Bu birinci kastaydı. Birinci kasta. Kahinlər, yəni Brahmanlar. İkinci kasta. Döyüşçülər və ya kşatrilər. Kşatri. Yəni, bu sözləri öyrənməsəz də olar. Sadəcə olaraq təqdim edirəm sizə. Üçüncü kastaya daxil idi kəndlilər, yəni Vayşilər. Deməli, Brahman, Kşatri, Vayşi. Kahin, döyüşçü, kəndli. Və sonda nökərlər idi. Nökərlər də şudralar adlanırdı. Şudra, nökər. Deməli, 4 kastamız var. Kahin, döyüşçü, kəndli, nökər. Kastalar nə vaxt yaranır? Kasta quruluşu əvvəl də var idi, amma bu 4 əsas kasta eramızdan əvvəl 12-11-ci əsrlərdə yaranıb. Diqqətli olun, eramızdan əvvəl 12-11-ci əsrlərdə yaranıb. Deməli, qədim Hindistanda din. İlk əvvəl Hinduizmdən danışacağıq. Hinduizm eramızdan əvvəl 1-ci minillikdə yaranır. Bu da elə kasta quruluşunu davam elətdirirdi. Hinduizm elə kastaçılığın tərəfdarı idi. Deməli, bunun əsas qanunlar toplusu müqəddəs kitabı Vedadır. Bu da qanunlar toplusu adlanır. Bu, deməli, o dövrün sosial quruluşunu tənzimləyirdi. Sonraki din Buddizmdir. Yəni, Hinduizm eramızdan əvvəl 1-ci minillikdə yaranıb, ondan sonra isə Buddizm yaranıb Hindistanda. Buddizm eramızdan əvvəl 6-cı əsrdə yaranıb. Deməli, necə demişdik, eramızdan əvvəl 6-5-ci əsrlərdə Çində Konfutsi təlimi yaranıb. Onunla eyni vaxtda düşür Buddizm Hindistanda. Buddizmi kim yaradır? Gautama Buddizmin yaratıcısı, bir növ o dinin peyğəmbəridir. Ona Budda deyirdilər. Gautamaya Budda bilici, yəni hər şeyi bilən, hər şeyi izah edirdi, bilirdi filan, bu mənada bilici adlanırdı. Bu Gautama konkret olaraq kasta quruluşuna qarşı idi. Hinduizm kasta quruluşunun tərəfdarı idi, amma Buddizm kasta quruluşuna qarşı idi. Nə istəyirdi Gautama? Bərabər hüquqluluq, hamının bərabər olmasını istəyirdi və düşünürdü ki, bütün insanlar deməli Tanrı tərəfindən yaradılıb və onlar bərabərdirlər. Burada 8 yol qeyd olunur. Deməli, Buddizmdə 8 yol, xoşbəxtliyə çatmağın 8 yolu. Elə bu cümləni yadda saxlayın. Deməli, içindəki detalları kitabdan sadəcə oxuyarsınız, onu əzbərləmək ehtiyac yoxdur. 8 yol, deməli, xoşbəxtliyə çatmaq üçün 8 yol var. Bunu da deyir Gautama. Keçirik yazıya. Hindistanda yazı qurudulmuş palma yarpaqları üzərində yazılırdı. Qurudulmuş palma yarpaqları. Qayıdırıq Çinə. Çində yazı nəyin üzərində yazılırdı? Deməli, bambuk lövbələr,
İpək parçaları, sonra da kağız ixtira olundu. Biraz da gedirik əvvələ. Şumerdə nədir? Gil lövhələr üzərində yazılırdı. Biraz da gedirik Misir tərəfə. Nədə yazılır? Papirus üzərində yazılırdı. Müxtəlif deməli quru əşyalar üzərində yazılırdı. Bu formada yadda saxlaya bilərik. Hindistan mədəniyyətinin bəşər cəmiyyətinə verdiyi yeniliklər var. Elmi töhfələr var. Bunlar hansılardır? Onlar riyaziyyata 0 rəqəmini gətirdilər. 0. Heç mənasında. 10 rəqəmli hesabı yaratdılar. Bu 0 rəqəminin kəşfi ilə 10 rəqəmli hesabı yaratdılar. Onluq hesablama sistemi tamam ayrıdır. 10 rəqəmdən ibarət hesablama sistemini isə deməli Hindistanlılar gətiriblər. Onlar kvadrat və kub köklərini də çıxarda bilirdilər. Hindistanlılar kvadrat, yəni biraz da riyaziyyat onlarda ciddi inkişaf eləmişdi. Hətta Hindistanlılar, qədim hindlilər, yerin, deməli, yer kürəsini elə bil ki, bir şar formasında təsəvvür edirdilər. Bir növ elə kürə formasında təsəvvür edirdilər. Söhbət qədim Hindistandan gedir, hansı ki, bu illər sonra, əsrlər sonra, orta əsrlərdə kəşf olunmuş deməli bir nailiyyət idi ki, yerin kürə şəklində olması anlayışı, amma bunu məsələn Hindistanlılar eramızdan əvvəl təsəvvür edirdilər. Şahmatın vətəni də Hindistandır. Çox belə gözəl intellektual oyun olan o şahmat oyunu ki var, onun dünya çempionatı keçirilir, onun vətəni Hindistandır. Oradakı figurlar, şahmat figurları sümükdən hazırlanırdı. Şahmat, onun adı şahmat deyildi, onun adı 4 növ qoşun demək idi. Yəni zaten o oyunu oynayanlar bilir, orada qoşun növlərinin simvolik olaraq istifadə olunur. Hindistan memarlığında deməli sütunlar var idi. Sütunlar. Bu sütunlar eramızdan əvvəl 3-cü əsrə aiddir. Eramızdan əvvəl 3-cü əsrə aiddir bu sütunlar. Hökmdarların əzəmətini, rəmzini göstərirdi, dövlətin qüdrətini göstərirdi, sülalənin möhkəmliyini, əzəmətini göstərirdi, belə deyə bilərik. Bu sütunlardan birinin üzərində 4 şir heykəli var. Sütundur. Sütunun şərqə, qərbə, şimala, cənuba deməli baxan 4 şir var onun sütunun üzərində. Və o belə mülahizə olunur ki, bütün Hindistanı nəzarətdə saxlayır, qoruyur o 4 şir. Belə bir inam var idi. Nə vaxt eramızdan əvvəl 3-cü əsrdən söhbət gedir. Və Hindistan memarlığının incilərindən biri də deməli daşdan yonulmuş darvazadır. Daşdan yonulmuş darvaza. Eramızdan əvvəl 1-ci əsrə aiddir. Deməli, sütun eramızdan əvvəl 3-cü əsrə aiddir. Daşdan yonulmuş darvaza eramızdan əvvəl 1-ci əsrə aiddir. Bu daşdan yonulmuş darvazanın üzərində təsvirlər var. Bu təsvirlər nələri göstərir? Hindistanın zəngin bitki ehtiyatını, bitkilərini, zəngin heyvanlarını, yəni çeşid baxımından və əfsanə qəhrəmanlarını təsvir edir. Harada təsvir olunur? Bu daşdan yonulmuş darvazanın üzərində. Dəyərli yoldaşlar, gələn dərsdə görüşənədək qədim Hindistan mövzusu bu qədər.